Bugün keçəcəyimiz dərs Azərbaycan dilinin ən maraqlı mövzularından biri olan, həmçinin buraxılış imtahanında hər zaman gördüyümüz, çox zaman rastlaşdığımız mövzulardan biri olan fe'li birləşmələr mövzusuna toxunacağıq. Biz bilirik ki, söz birləşmələrində iki tərəf olur. İki tərəf olur. Birinci tərəf nəyi bildirir? Birinci tərəf olur asılı tərəf, İkinci tərəfdə tərəf əsas tərəf. olur. Bəli. Əsas tərəf, birinci tərəf asılı tərəf, ikinci tərəf əsas. Əsas tərəfin ifadə vasitələrinə görə, söz birləşmələrini iki yerə bölünür. Əgər əsas tərəf, yəni söz birləşməsinin ikinci tərəfi, əgər əsas tərəfdə ifadə vasitəsi, yəni ikinci söz birləşmələrinin ikinci tərəfinin ifadə vasitəsi isim, sifət, say, zərf, əvəzlik, əgər söz birləşməsinin ikinci tərəfi, yəni əsas tərəf bu nitq hissələrindən ifadə olunubsa, deməli həmin birləşmə hesab olunur ismi birləşmələr. Yox, əgər əsas tərəf, yəni ikinci tərəf məsdər, ikinci tərəf məsdərlə, fe'li sifətlə və fe'li bağlama ilə ifadə olunubsa, bu da hesab olunur fe'li birləşmələr. Deməli, biz nəyi anladıq? İsmi birləşmənin və fe'li birləşmənin əsas yaradıcı qüvvəsi hansı tərəfdir? İkinci tərəf, yəni əsas tərəfdir. Biz əsas tərəfə görə, əsas tərəfə baxıb birləşmənin ismi və yaxud da fe'li birləşmə olduğunu qeyd edirik. İndi gəlin, isim birləşmə haqqında onsuz da məlumatımız var. Videomuzda YouTube səhifəsində yerləşdirilib. İndi gəlin, fe'li birləşmələr haqqında məlumat əldə edək. Baxın, yoldaşlar, dilimizdə məsdər anlayışı da var. Dilimizdə məsdər tərkibi anlayışı da var. Məsdər tərkibi anlayışı. Eyni zamanda fe'li bağlama anlayışı da var. Fe'li bağlama tərkibi anlayışı da var. Fe'li sifət anlayışı da var. Fe'li sifət tərkibi anlayışı da var. Bunlar fərqli-fərqli anlayışlardır. Hər ikisində məsdər adı çəkilib deyə mən deyə bilmərəm ki, bu da deməli məsdərlə məsdər tərkibi eyni şeydir. Nə bilim, fe'li bağlama ilə fe'li bağlama tərkibi eyni şeydir. Mən belə şey deyə bilmərəm. Nə olsun ki, hər ikisində eyni şeylər yazılır. Bəs mən bunları necə fərqləndirim? Yadda saxlayın, yoldaşlar. Məsdərdə bir söz olur. Məsələn, deyirəm ki, sual verirsən, bir dənə sözlə cavab qaytarırsan. Məsələn, deyirəm ki, oxumaq faydalıdır. Oxumaq faydalıdır. Necədir faydalıdır? Bu bizim xəbərimiz. Nə faydalıdır? Oxumaq. Bir dənə sual verdim. Nə sualını? Və bir sözlə də cavab aldım. Oxumaq sözü ilə. Deməli, burada mübtədanın ifadə vasitəsi, biz bilirik axı, bir düz xətt mübtədanı bildirir. Mübtədanın ifadə vasitəsi nədir? Müqaviməti burada görürük. Məsdərdir. Testdə düşsə ki, A variantında məsdər, B variantı məsdər tərkibi. Nə götürəcəksiniz? Təbii ki, bir söz olduğuna görə məsdər götürüləcək. Tərkib götürülməyəcək. Bəs məsdər tərkibi nədir? Yadda saxlayın ümumiyyətlə. Uşaqlar, dilimizdə ümumi bir qayda formalaşdırmışıq ki, məsdər tərkibi, ümumiyyətlə tərkib dedikdə fe'lin təsriflənməyən formalarının, yəni məsdərin, fe'li sifətin və fe'li bağlamanın ətrafına söz toplayaraq bir suala cavab verməsi nəzərdə tutulur. Aydın oldu. Məsələn, belə bir nümunə yazıram. Deyirəm ki, dərslərini oxumaq
faydalıdır. Dərslərini oxumaq faydalıdır. Necədir? Faydalıdır. Bu bizim xəbərimiz. Nə faydalıdır? Oxumaq faydalıdır. Elə bayaqkı cümlə ilə eyni gedir. Cümləmizdə nə sualına cavab verir, nə sualı yarandığı üçün deməli cümlədə mübtəda var. İndi sual oluna bilər. Dərslərinin sözü tamamlıqdır yoxsa nədir? A variantında həmişə verirlər. Belə bir cümlə qoyurlar buraxılış imtahanında sintaktik təhlil kimi. A variantında yazırlar ki, bu birləşmənin sintaktik təhlili qırıq-qırıq xətt, yəni tamamlıq, mübtəda və xəbər. B variantını isə yazırlar ki, mübtəda və xəbər. Təbii ki, indi deyəcəyimiz qaydanı bilməyən şagird burada oxumaq faydalıdır, nə faydalıdır, oxumaq faydalıdır. Buraya qədər doğru gəlib. Nəyi faydalıdır deyir. Sonra dərslərinin sözünə də nəyi sualını verir. Və bunu götürür, nəyi sualına cavab verdiyi üçün bunu tamamlıq götürür. Amma diqqətlə qulaq asın uşaqlar. Yadda saxlayın. Məsdər cümləmizdə məsdər işlənibsə, görürük ki, işlənib. Bunun rəngini dəyişim. Görürük ki, cümləmizdə məsdər işlənib. Cümlədə əgər məsdər işlənibsə, ondan əvvəlki sözü götürüb xəbərlə əlaqələndiririk. Buna 1 yazaq, buna 2 yazaq, buna da 3 yazaq. 1 ilə 3 əlaqələnirmi? Gəlin əlaqələndirək. Dərslərini faydalıdır deyə bilərik. Hə, Fatih? Deyə bilmərik. Deməli, dərslərini sözü ilə, yəni məsdərdən bir əvvəlki sözlə cümləmizin xəbərini təşkil edən söz əlaqəyə girmədi. Əlaqəyə girmədi. Nə faydalıdır dərslərini oxumaq? Ay sağ ol. Əlaqəyə girmədiyi üçün də avtomatik olaraq bu hansı sözlə əlaqəyə girirsə, mən ona qoşacağam bunu. Dərslərini oxumaq sözü 1 ilə 2 əlaqəyə girirmi? Bəli. Ay sağ ol. Dərslərini oxumaq deyə bilirəm. Deməli, dərslərini oxumaq ifadəsi bütöv götürülməlidir. Çünki bu dərslərini sözü oxumaq sözünə aiddir, faydalı sözünə aid deyil. Faydalı sözünə aid olan oxumaq ifadəsidir. Aydın oldu. Biz nəyin oxunulmasından danışırıq? Dərsin oxunulmasından danışırıq da. Deməli, dərs oxumağa aiddir. Və bunu da qoşacağım oxumağa. Deyəcəyik ki, bu cümləmizin də mübtədası nə ilə ifadə olundu? Məsdərlə yoxsa məsdər tərkibi ilə? Məsdər tərkibi. Məsdər tərkibi, bəli. Çünki dedik ki, məsdər bir sözdən ibarət olur. Əgər artıq məsdər olan söz, yəni maqmə bağlı olan söz, özündən əvvəlki sözlə əlaqəyə giribsə, özündən əvvəlki sözə qoşulub bir suala cavab verirsə, deməli artıq orada tərkibdir. Və yaxud da məsdərdən əvvəlki sözlər xəbərlə əlaqəyə girmirsə, deməli o maqmə bağlı olan sözə qoşulub və tərkib yaradır. Gəlin bunu təsdiq edək. Dərslərini oxumaq faydalıdır. Necədir faydalıdır? Nə faydalıdır? Dərslərini oxumaq. Bu formada götürülməlidir. Nə sualı verdim? Yəni bir sual verdim. Bir sual verdim, 2 dənə sözlə cavab aldım. Yadından çıxartma. Və cümləmiz mübtəda və xəbərdən təşkil olunduğu üçün B variantı bizim doğru cavabımız olacaqdır. Yadınızdan çıxartmayın. Daha sonra, ümumiyyətlə, bütün qaydalar eynidir. İstər fe'li sifətin qaydası, istər, deməli, məsdər tərkibinin qaydası, istər fe'li bağlama tərkibinin qaydası. Bunların hər biri eyni qayda əsasında formalaşır. Bir sual verilir və bir neçə sözdən cavab alınır. Məsələn, deyirəm ki, evə qaydanda yağış yağdı. Nə etdi yağdı? Bizim xəbərimiz. Nə yağdı? Yağış yağdı. İndi mənim sualıma cavab verin. Yağış nə zaman yağdı? Evə qaydanda. Ay sağ ol. Evə qaydanda. Bütövlükdə cümləmizin zərfliyi olacaqdır. Qaydanda sözü nəyə görə götürmədim? Çünki evə sözü ilə yağdı sözü əlaqəyə girmir.
Deyə bilərsiniz ki, ay müəllim, axı evə sözünə yağdı sözü əlaqəyə girə bilər, evə yağdı. Əlaqəyə girir, amma məntiqsizlik yaranır axı. Yağış evə yağmır ki. Biz burada yağışın hara yağdığından söhbət eləmirik. Yağışın nə zaman yağdığından söhbət eləyirik. Əlavə olaraq da yağış evin içinə yağmır. Ona görə də ya evə sözü qayıtmaq sözü ilə birləşəcək və cümləmizdə nə yaranacaq? İndi cümləmin zərfliyi sizcə fe'li bağlama ilə ifadə olunur, yoxsa fe'li bağlama tərkibi ilə? Fe'li bağlama tərkibi. Fe'li bağlama tərkibi. Bəli, fe'li bağlama tərkibi ilə ifadə olunmuşdur. Daha sonra deyirəm ki, bəzən şagirdlər fe'li bağlama şəkilçiləri ilə bağlı biraz tərkibi tapmaqda çətinlik çəkirlər. Çətinlik çəkməli bir şey yoxdur. Sadəcə çox cüzi diqqət göstərməyiniz lazımdır. Diqqət etməyiniz lazımdır. Məsələn, deyirəm ki, qabaqda gedəndə maraqlı məlumatlar var. Var bizim xəbərimiz. Nə var? Məlumatlar var. Necə məlumatlar var? Maraqlı məlumatlar var, təyin. Kimdə? Qabaqda gedəndə. Birinci növbədə bilməlisiniz ki, fe'li bağlamada kimlə bağlı bir sual yoxdur. Deyə bilərsiniz ki, ay müəllim, axı əndə var burada, axı anda əndə fe'li bağlamanın şəkilçisidir axı. Onda burada fe'li bağlama tərkibidir də. Xeyr. Çünki burada insani bir varlıqdan söhbət gedir. Qabaqda, gəlin bunu təsdiqləyək indi. Qabaqda gedən adamda maraqlı məlumatlar var. Fikir verdiniz, burada əslində şəkilçi nə imiş? Get sözün köküdür, an, ən, fe'li sifətin şəkilçisi, dədə yerlik halın şəkilçisidir. Deməli, burada fe'li bağlama yox imiş. Nə var imiş? Fe'li sifət var imiş. Aydın oldu? Bu kimi nümunələrdə diqqətli olun. Düz buraxılış imtahanında belə tipli ifadələr inanmıram qarşınıza çıxır, amma yəni çıxa da bilər. Deyirəm ki, bilin. Bu bizim əlavə olaraq qoyulunda deyim ki, olmaq, etmək, bilmək və qılmaq sözləri var. Bunları hər dəfəsində müxtəlif dərslərdə bunlardan rastlaşırıq. Baxın, əgər olmaq, etmək, bilmək və qılmaq sözləri ilə bağlı bir ifadə qarşınıza çıxsa, bu sözlər bilin ki, özündən əvvəlki sözlə birləşib bir söz olur. Söz birləşməsi götürə bilməzsiniz bunu. Onlar mürəkkəb söz olacaqlar. Məsələn, dost olmaq ən gözəl duyğudur. Nədir? Duyğudur. Necə duyğudur? Gözəl duyğudur. Nə? Dost olmaq. Uşaq qayıdıb deyir ki, müəllim, burada deyirəm ki, mübtədanın ifadə vasitəsi nədir? A variantı mürəkkəb məstər, B variantı məstər tərkibi. Siz nə götürəcəksiniz? Dedi ki, olmaq, etmək, bilmək, qılmaq sözləri yanındakı sözlə birləşir, bir söz olur. Söz birləşməsi üçün də ən azı 2 dənə söz lazımdır da. Deməli, olmaq sözü yanındakı sözlə birləşəcək, bir söz olacaq. Dost olmaq bir sözdür.
Bir söz olduğuna görə də bizim tərkib yaratmaq üçün nə olmalıdır? Minimum deməli, tərkib yaradılması üçün 2 dənə müstəqil sözümüz olmalıdır. Burada bir dənə olduğu üçün bu mürəkkəb məstər tərkibi yox, mürəkkəb məstər sayılacaq. Yadınızdan çıxartmayın. Nə üçün mürəkkəb məstərdir? Quruluşuna görə mürəkkəbdir. Çünki ayrı yazılır. Biz bilirik axı mürəkkəb sözlər bitişik, efislə və ayrı yazılır. Burada da deməli bitişik yazılan, daha doğrusu ayrı yazılan mürəkkəb söz kimi təqdim olunur. Daha sonra Fikir etmək də mürəkkəb məstərdir. bəli, bəli. Fikir etmək mürəkkəb məstəri frazoloji birləşmə ilə ifadə olunmuş məstərdir. Mürəkkəb məstər demək. Çünki fikir etmək frazoloji birləşmə. Sonra sintaktik əlaqələr növbəti dərsim. Sintaktik əlaqələr. Yoldaşlar, sintaktik əlaqələrin 2 növü var. Tabeçizlik əlaqəsi və tabelilik əlaqəsi. Tabeçizlik əlaqəsini rahatlıqla bilməyimiz üçün uşaqlar, bilin ki, tabeçizlik əlaqəsi həmcins üzvlər arasında olur. Həmcins üzvlər. Həmcins nə deməkdir? Yəni, eyni cinsdən olan ifadələr cümlə daxilində sadalanır, sayılır. Məsələn, deyə bilərsiniz ki, müəllim, nümunə çəkin də, bir dənə tabeçizliyə aid. Gəlin çəkək. Deyirəm ki, bağdan alma, Bagir, ekrana əl vurma. Alma, heyva, nar dərdim. Alma, armud, heyvan, nar dərdim. Burada bu cümlədə eyni cins daxilində, eyni cinsdən təkrarlanan sözlər hansılardır? Alma, heyva və nar sözləridir. Bu 3 söz cümlə daxilində təkrarlandığı üçün deməli deyəcək ki, burada həmcins üzv var. Və həmcins üzv varsa da, deməli orada hansı əlaqə var? Deyin. Tabeçizlik. Bəli. Tabeçizlik əlaqəsi vardır. Burada da tabeçizlik əlaqəsi var. Tabeçizlik əlaqəsinin işləndiyi cümlələrdə də tabellik əlaqəsi olur. Yadınızdan çıxartmayın. Amma tabellik əlaqəsinin işləndiyi cümlədə tabeçizlik əlaqəsi ola da bilər, olmaya da bilər. Yadınızdan çıxartmayın bunu. İndi gəlin nümunələ tabeçizliyə aid bir dənə də nümunə deyəcəm. Deyirəm ki, Əli və Həsən mənə baxdı. Burada hansı sözlər arasında tabeçizlik əlaqəsi var, uşaqlar? Əli ilə Həsən. Bəli, tamamilə doğrudur. Əli və Həsən arasında tabeçizlik əlaqəsi var. Deməli, deyirəm ki, kitablar, dəftərlər və qələmlər hər biri stolun üzərində idi. Hansı sözlər arasında? Burada tabeçizlik əlaqəsi var. Kitablar, dəftərlər, qələmlər. Tabeçizlik əlaqəsi olan cümlədə, burada tabeçizlik varsa, deməli, burada həm də nə var? Həmcins üzvlər. Tabeçizlik olan cümlələrdə həm də tabellik olur da. Burada deməli, tabellik də. Başa düşdünüz? İndi tabeliyə gəlin nəzər salaq. Tabellik əlaqəsinin özünün də 3 növü var. Uzlaşma əlaqəsi, idarə əlaqəsi və yanaşma əlaqəsi. Uzlaşma əlaqəsi, idarə əlaqəsi və yanaşma əlaqəsi. Uzlaşma əlaqəsinin
xüsusi göstəricisi yoxdur. Düzdür, ismin cəm şəkilçiləri, kəmiyyət şəkilçiləri ilə, mənsubiyyət şəkilçiləri ilə düzələ bilər. Amma ümumən götürəndə deyirik ki, uzlaşma əlaqəsinin xüsusi göstəriciləri yoxdur. Gəlin, indi bunu biz ayrıca izah edək. Ya Allah, bunadır. Uzlaşma əlaqəsinin xüsusi göstəricisi, yəni xüsusi şəkilçisi yoxdur. Əsas söz, istədiyimiz iki dənə sözdür. Daha doğrusu, mübtəda və xəbərin arasında olan əlaqə növünə uzlaşma əlaqəsi deyilir. Deyirəm ki, mən gəldim. Mən gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Kim burada mübtədadır? Yəni mən mübtədadır. Nə etdim də, yəni gəldim sözü də xəbər hesab olunacaq. Mübtəda və xəbərin arasında olan bu əlaqə növü nə adlanır? Uzlaşma əlaqəsi adlanır. Ümumiyyətlə tabellik əlaqəsində yoldaşlar yadınızdan çıxartmayın ki, burada oxlardan istifadə olunur. Oxun uc tərəfi, yəni bu hissə hansı tərəfə doğru yönəlibsə, bu o deməkdir ki, əsas tərəf həmin tərəfdir. Yəni oxun uc hissəsi əsas tərəfi göstərir. Mən gəldim ifadə, yadda saxlayın. Normalda biz bilirik ki, söz birləşmələrində əsas tərəf ikinci tərəf olur. Düz deyil, ikinci tərəf həmişə əsas olur. Deyə bilərsiniz ki, mənim bütün söz birləşmələrində bu şamil olunur. Yəni nə qədər qarşımıza söz birləşməsi çıxsa, hər birində ikinci tərəf əsas olacaq, birinci tərəf asılı. Xeyr, uşaqlar. Yadda saxlayın, uzlaşma əlaqəsini harda gördünüzsə, onun içərisinə oxu belə qoyacaqsınız. Çünki yeganə əlaqə növüdür ki, birinci tərəf əsas, ikinci tərəf asılı tərəf olur. Yadınızdan çıxartmayın. Deyirəm ki, onun baxışı pisdir. Necədir? Pisdir. Nə pisdir? Onun baxışı. Deməli, cümləmizin mübtədası varmı? Bəli, var. Onun baxışı. Mübtəda üçüncü növ ismi birləşməsi ilə ifadə olunmuşdur. Xəbər isə pis sifəti ilə, sadə sifəti ilə ifadə olunmuşdur. Görürsünüz burada. Mübtəda söz birləşməsi ilə ifadə olunur. Xəbər isə adi sözlə ifadə olunur. Yenə də mübtəda xəbər olduğuna görə yenə də deyəcəyik ki, burada uzlaşma əlaqəsi var. Nə pisdir, nə pisdir onun baxışı. Uzlaşma əlaqəsi olduğuna görə birinci tərəfə oxu döndərəcəyik. Yadınızdan çıxartmayın. İndi bu tipli ifadələrdə bəzi bir əmma var. İndi o əmmanın nə olduğunu birazdan mən sizə deyəcəm. Aydın oldu. Yadınızdan çıxartmayın. İndi bəzən bu uzlaşma əlaqəsi bəzi nümunələrdə pozula bilər. Bu necə olur? Məsələn, deyirəm ki, məsələn, uşaqların hamısı mənə baxdılar. Baxın uşaqlar, sizcə uşaqların hamısı mənə baxdılar olar, yoxsa uşaqların hamısı mənə baxdı? Sizə bunun hansı doğru olar? Hamısı mənə baxdılar. Niyə? Mübtəda cəm deyil. Mübtədası nədir bunun? Hələ mənə denən. Nə etdi? Baxdı. Uşaqların. Yadda saxlayın uşaqlar. Sintaksisdə, biz hal-hazırda sintaksis bölməsini keçirik. Sintaksisdə kimin sualı yoxdur. Mübtədanın da sualları kim, nə və hara suallarıdır. Gəlin təhlil edək bunu. Nə etdilər? Baxdılar. Kimə baxdılar? Mənə baxdılar. Tamamlıq.
Mənə kim baxdı? Uşaqların hamısı. Siz bundan əvvəlki mövzuya baxmayıbsınız, Gülbahar. Hansı mövzuya müəllim? Söz birləşməsinə. Bəli. Baxmışam. Üçüncü növ təyini söz birləşməsi necə olurdu? Hmm. Fatimə izah edə bilərsən? Birinci tərəf yerlikal, ikinci tərəf mənsubiyyət şəkildə söz birləşməsi. Nümunə deyə bilərsən? Məsələn, mənim xoşbəxt ailəm. Mənim ailəm. Belə olaq da, belə deyək də. Mənim ailəm. Üçüncü növ ismi birləşməsi. Birinci tərəf mənim, im, yerlikal. İkinci tərəfdə ailəm, mənim ailəm, mənsubiyyət şəkilçisidir. Və yaxud da deyirəm ki, qapının dirəyi, nə bilim, qapının cəftəsi, pəncərənin şüşəsi. Bu üçüncü növ təyini söz birləşməsidir də. Üçüncü növ təyini söz birləşmələri parçalanmır. Mən onun bir tərəfinə başqa sual, o birisi tərəfinə də başqa sual verə bilmərəm. Məcburam ki, bütöv sual verəm ikisinə bir yerdə. Mənə baxdılar. Kim mənə baxdı? Biz burada kimin sualını görürük ya. Kimin sualını görürüksə, deməli orada üçüncü növ ismi birləşmə var. Mən parçalaya bilmərəm. Kim mənə baxdı? Uşaqların hamısı. Üçüncü növ ismi birləşməsi var burada. Və mübtəda üçüncü növ ismi birləşməsinin ifadə olunur. Yadda saxlayın. Bu tipli ifadələrdə ikinci tərəfə baxacağıq. Əgər ikinci tərəf təkdədirsə, xəbəri də təkdə olmalıdır. Yox, əgər ikinci tərəfdə larlər varsa, xəbərdə də larlər olmalıdır. İndi uşaqların hamısı ifadəsində ikinci tərəf hansıdır? Əsas tərəfə baxırıq da biz. Hansıdır ikinci tərəf? Hamısı. Larlər var burada, yoxsa yoxdur? Yoxdur. Yoxdur. Deməli, xəbərdə də olmaz. Deməli, bu yanlışdır. Doğru olan budur. Hamısı cəm deyil ki. Hamısında cəm olması üçün onda nə olmalıdır? Larlər şəkilçisi olmalıdır. Larlər var. Larlər şəkilçisi yoxdur. Yoxdur. Hamısı cəm deyil, ya. Hamısı qeyri-müəyyən əvəzli idi. Nə cəm? Cəmliyin göstəricisi budur. İndi isə idarə əlaqəsinə baxaq. Biz sizinlə hallar mövzusunu keçmişik. Adlıq hal, yərlik hal, yönlük hal, təsirlik hal, yerlik hal, çıxışlıq hal. Çox asandır idarə əlaqəsi. Hansı birləşmədə hal şəkilçilərini gördünüzsə, fərqi yoxdur hansı hal olursa olsun. Təbii ki, adlıq hal çıxmaq şərtilə, çünki onun xüsusi şəkilçisi yoxdur. Hansı halın şəkilçilərini gördünüzsə, o saat həmin əlaqəni, orada idarə əlaqəsini götürəcəksiniz. Məsələn, deyirəm ki, evə getmək, burada Aə var. Yönlük halın şəkilçisini götürürəm. Deməli, burada idarə əlaqəsi var. Çox asan. Və dedik ki, uzlaşma əlaqəsində oxlar birinci tərəfə doğru yönəlir. Bəs burada necə olacaq? Biz demişdik axı, bircə dənə uzlaşma əlaqəsində ox birinci tərəfə dönər. İdarə əlaqəsində oxun yeri ikinci tərəfdir. Həmçinin uzlaşma əlaqəsində də oxun yeri belə olacaq. Yadınızdan çıxartmayın. Sonra deyirəm ki, kənddən gələn. Kənddən gələn. Mən nə görürəm burada? Dandən. Deməli, burada nə var? İdarə əlaqəsi. Bəli. Xəttimiz də belə olacaq. Yadınızdan çıxartmayın. Bəs hər iki tərəfdə hal şəkilçisi olsa? Yenə də idarə əlaqəsi götürəcək. Hal şəkilçisini gördünüzsə, orada idarədir. Oxlar necə olacaq bəs? Hər iki tərəfə? Xeyr. İkinci tərəfə. Yenə də
Daha sonra yanaşma əlaqəsinə gəlin nəzər salaq. Yanaşma əlaqəsi isə uşaqlar çox rahatdır. Yanaşma əlaqəsi deməli təyinlə digər cümlə üzvləri arasında olan əlaqədir. Biz bilirik ki, təyinin sualları necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarıdır. Əgər bu suallar çıxırsa birləşmədən, deməli orada yanaşma əlaqəsi var. Məsələn, nümunə çəkək. Deyirəm ki, 5 adam. Kim? Adam. Neçə adam? 5 adam. Neçə sualı çıxdı? Deməli, özündən sonra isim gəlib. Deməli, burada təyin var. Təyin varsa, deməli, orada yanaşma əlaqəsi var. Yanaşma əlaqəsi də varsa, deməli, oxu belə çəkəcəyik. Və yaxud da deyirəm ki, gözəl bina. Gözəl bina. Nə bina? Necə bina? Gözəl bina. Necə sualı çıxdı? Deməli, burada yanaşma əlaqəsi var. Oxu belə atacağıq. Aydın oldu. Bundan əlavə isə uşaqlar, zaman zərflik, ümumiyyətlə, zərfliklə yazıram, burada sxem yazıram. Zərfliklə xəbər arasında da yanaşma əlaqəsi olur. Məsələn, deyirəm ki, dünən gəldim. Təhlil edək. Nə etdim? Gəldim. Nə zaman gəldim? Dünən gəldim. Zaman zərfliyimiz, gəldim də bizim xəbərimiz. Zərfliklə xəbər arasında nə olacaq? Yanaşma əlaqəsi. Oxu da belə çəkəcəm. İndi gəlin bir cümlə yazaq. Mövzumuz bitdi. Və həmin cümlədən əlaqələrə baxaq. Əlaqələri tapaq. Əhməd və Əli yeni kitabı dünən aldı. İndi gəlin baxaq. Bu cümlədə tabiəsizlik əlaqəsi varmı? Tabi Əhməd və Əli. Ay sağ ol. Gəlin bunları sayalım. 1, 2, 3, 4, 5, 6. Əhmədlə Əlinin arasında tabiəsizlik əlaqəsi var. 1 ilə 2-nin arasında tabiəsizlik əlaqəsində də oxlar hər iki tərəfə doğru olur. Bir dənə belə olur, bir dənə də belə olur. Uc isə hər iki tərəfi oxu göstərir də. Görürsüz də yəqin ki. Bəli. Aha. Dünən aldı. 5 ilə 6-nın arasında nə var? Yanaşma əlaqəsi var. Çünki zaman zərfliyi ilə xəbər arasındadır. Ox 6-ya tərəf olacaq. Çünki yanaşma əlaqəsində ikinci olur. Kitabı aldı. 4 ilə 6. Ay sağ ol. Bəli. Doğrudur. Əli və Əhməd və Əli aldı. 2 ilə 6. Nə etdi aldı? Kim aldı? Əli aldı. Mübtədə ilə xəbər arasında olduğuna görə uzlaşmadır. Əhməd aldı. Əhməd aldı. Burada nə var? Uzlaşma. Ay sağ ol. Ox